Tamam, yəni English file'dan deməli decisions, yəni qərar deməkdir bugünkü dərsimiz. Amma biz o biri dərsin mən bu səhifəsi yadımdan çıxdı. Sizə deyim, burada aya haqqında, ayının hücumları haqqında danışır. Cəlddir, yoxsa cəld davranır, yoxsa yavaş davranır, əlbəttə ki, cəld. Baxır, sonra toxunur burnuna, qaçır, ağaca dırmaşır, sonra ölür, nə bilim, belə şeylər. Burada məsələn mod onun modu, yəni əlini yerləyir və sair. Bu aya haqqında yazılıb. Burada məsələn sözlər var. River çaydır, forkat xəz paltodur, pet ev heyvanıdır, bark hürməkdir, klimb dırmamaq, sapio ümidsiz, drovun boğulmaq, leon yalan, wave əl sallamaq və çiçəki deməkdir. Burada da suallar ki, məsələn tətildə harasa gedirsən, lotereyada qazansan nə edərsən, qərar qəbul etsən xarici ailənlə qalmağa, sonra yanğın görsən nə edərsən, əgər telefonu itirsən nə edərsən kimi suallara cavab verirsiniz. Keçək bura. Deməli birinci baxaq gəlin kitabda. Birinci speakingdir. Səs yoxdur bizdə yenə də elə belə oxuyaq. Complex definition with the word from the box. Deməli decision qərardır dedi. Decide qərarlı, indecide qərarsız, decide qərar qəbul etmə. Deməli sifətdə, isimdə, feildə hamısı var qərarla bağlı. Verbdürsə deməli feildir. Noundursa deməli isimdir. Adjectivedirsə deməli sifətdir. Burada da baxırıq. Əgər çətin qərar qəbul etmisən, yes, no, sometimes. Bəzən, yəni seçirsiniz birini. Mən etmişəm, hamı edib yəqin ki. Do you have problems with this thing? Problemli qərar bəli. What you wear when you go out? Nə vaxt sən gedirsən deyir, geyinirsən. Nə vaxt restoranda yeyirsən, yemirsən, nə vaxtsa. Harda deyir tətil etmisən. Nə almısan mağazindən? Sən tez-tez qərarlarını dəyişirsən. Yes, no, hə, yox ya da əmin deyiləm. Diaqram burada da səsə qulaq asmalıyıq. Dialoqu listen. Hey Mel, it's me Rose. Mənim adım Rose'dur. Hi Rose, listen Mel, qulaq as mənə. About party haqqında danışır bugünkü. Mən gedirəm, sən gedirsən, gedəcəksən. Mən bilmirəm, əmin deyiləm. I might, burada indi səsdə nə deyirsə onu qoymalıyıq. But I might not. Mən gedəcəm, amma mən getməyə də bilərəm. Qərar, I can't decide, qərar verməmişəm. Oh, come on, I love it. Sən sevirsən onu. And you might somebody new, yəni sən getməlisən, onda gedək. Good, yaxşı, going, nə geyinəcəksən? That's bu başqa problemdir. I am not sure, əmin deyiləm nə geyinim. I might boşluq. My new black trousers, mənim yeni qara şalvarım var. Red dress, qırmızı paltarım var. Əgər mən geyinsəm, qırmızı paltar. Small for me new, no, indi. Sonra black trousers var. Geyinirəm black trousers. Have a getting, I might boşluq. Right, might not, əmin deyiləm yenə də. Görüşərik, bye. Hello, yenidən danışırlar. Deyir, mən dəyişdim mənim fikrimi, getmirəm. Burada nə deyir? Listen, again, complex conservation elədik onu. Oxuduq. Dialoqda indi biz bilmirik də. Obligation possibility mümkündür, yoxsa yox. Sizə qulaq asmadı olmuşum. Burada da səsləndir. Gəlin yenə tərcümə edək. Listen, repeat, may, might. May indiki zamandadır. Modal verb. Amma might keçmiş zamandadır. Zamana uyğun, zaman zərfinə uyğun seçirik. Az soruşmaqdır, bilirik. Və müqayisə etməkdir. Confuse, etiraz etmək, feel hiss etmək, have var, take götürmək, use istifadə etmək, wake gözləmək, make düzəltmək. İndi baxırıq burada hə qoyacağıq yerinə. Take your time, vaxt götürmək. List, baxın make a list ilə işlənir. Listə düzəltmək. Sonra if you as a people qərar qəbul etmək olar da burada yəqin ki var o. Ya da etiraz etmək olar, confuse. Heç oxumağa ehtiyac yoxdur. Çünki məsələn eyni işlənən sözləri bilirik də bəzən artıq. Sonra baxırıq 5-ə. Vocabulary noun formation, ion, sion, or action for decision, imagination. Confusion deməli verblər, feillər nouna çevrilir, ismə çevrilir. Confuse, confusion olur. Etiraz etmək, etiraz. Decide, qərar qəbul etmək, qərar olur. Imagine, təsəvvür etmək, təsəvvür olur. Information olur, məlumat.
elect election olur, inviting olur, organizator olur, organization olur, education, translator, communication olur. Hamısı bu tərcümə, təhsil, organizə ilə, organizasiya, dəvət, bu da ünsiyyət. Burada yenə sizə qulaq asıb qoymalıyıq. Sion olur, yoxsa tion, həmin sözün sonunda. Məsələn, burada tion translation, education məsələn. Burada yerinə qoyuruq. Oxuyur ki, deyirsən, düzəldə bilərsən. Sonra deyirsən, sən tez-tez internet növündən danışır. İndi bir söz olmadı. Burada wedding toy. Deyirsən, şəhərində partiya qazanmışdı. İndi burada da maildən danışır. İndi bizdə yoxdur da. Bu qədər keçirik bu workbook-a, iş dəftərinə. Mary is 18 and her final year at school. 18 yaşı var. Məktəbi bitirir. She is thinking about her future, düşünür gələcəyə. Complete herself with might and work. Deməli qoyuruq yerinə feilləri burada. I might university deyir, gələn il o universitetdə oxumalıdır. Or I burada nə qoyuruq baxaq. Job I can start başlamalıdır işləməyə. Yenə eyni. Might baxırıq birinci yazılıb 2-yə. Or burada might get a job olacaq. Yoxsa iş tapa bilərəm. Üçüncüdə I can start saving to buy a flat. 4 I might live at home with my family. Yəni ailəm ilə evdə yaşaya bilərəm. Sonra I might share the flat with my friends. Yoxsa mən düz evi dostum ilə paylaşa bilərəm. 6 also baxmayaraq ki, she might not want to share with me. O bəlkə mənimlə paylaşmaq istəməyəcək. Oh no. If that happens, I might fail my exams. Aman Allah, əgər baş versə imtahanlarımı verə bilərəm. Biz bunu tərcüməyə uyğun tapırıq da, qoyduq yerinə. Başqa cür alınmaz sözləri bilməsə. Or I might have to stay at school for another year. Yoxsa bir il daha məktəbdə qalmalı ola bilərəm. Pronunciation, baxırıq bu digər tərəfə. Pronunciation words this underlines in the words. Aşağıdakı sözlər vurğula hecanın altını çizirik. Imagines, organism olur. Sonra election, information. Əslində bunun bir mənası yoxdur. Vurğu dediyimiz kimi düşmür. Translator, translation, communication, decision. Vocabulary, sonra noun, tion işlədirik. Burada verilmiş feillərdən düzgün isimlər işlədirik. Yəni verbləri, feilləri seçirik. Communicate, communication, ünsiyyət, conclude, conclusion, demonstrate, demonstration, inject, injection, yəni tiondan olur. Organization, o da tiondan, prediction, o da tiondan, confuse, o da tiondan, adjust, adjustment olur. My mate istifadə tapşırığı bura baxaq indi də. Birincidə gördüyünüz kimi my seçilib. İkincidə I might go out olacaq. İndiki zamandır. So we might olacaq üçüncüdə. 4-də might fail. 5-də they may not be. 6-da mom might give. I might have a cold. 8-də my parents might not come. Part olacaq. Bu belə. Bunu da etdik. Qaldı bu. Burada da sözləri verbs oynayan deyir ki, mail, telefona maildir, asantdır. Bir dəqiqə burada yerinə qoyuruq. B-də. Birinci cümlədə conclusion qoyulub. Çünki deyir ki, nəticə olaraq burada olduğumuz üçün hamınıza çox təşəkkür etmək istərdim. İkincidə biz nə qoyacağıq? Mobil telefona. Share qoyacağıq. Çünki poçt və mobil telefonlar haqqında məlumat paylaşmağı sevmək. Məlumat paylaşmaqdan gedir söhbət. Üçüncüdə I need go to doctors for injection. Yəni həkimə iynə vurğulamaq üçün getməliyəm. Ona görə injection. Dördüncüdə demonstrate olacaq. Çünki deyir alimlər yeni robotun təsirli nümayişini etdilər. Demonstrate.
Demonstration. Beşincidə nə olacaq? Prediction. Çünki konfransın gələcəyi haqqında proqnoz verməyə icazə verin deyir. Prediction. Bunu tərcümə uyğun təbii ki tapıb qoyuruq. Altıncıda isə nə qaldı? You can help me. Hansını qoyduq baxaq. Conclusion'u qoyduq. Sonra demonstration'u qoyduq. Jackson'u qoyduq. Prediction qoyduq. Correction, conclusion qaldı.